Valideynlər, hörmətli Nəsibə xanım, Nailə xanım, hər birinizi xoş gördük. Bildiyiniz kimi, İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyi qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi olub. İstedadlar Akademiyası layihəsi çərçivəsində ustad dərslərimiz davam edir. Bundan öncə 5 ustad dərsi keçirilib, bugün 6-cı ustad dərsimizdir. Və bildiyiniz kimi biz xanəndəlik, rəsm, rəqs və Gədəbəy rayonunda xanəndəlik, rəqs və aşıq yaradıcılığı və digər sahələr üzrə ustad dərslərimizi keçmişik. Bugün isə bizim çox dəyərli qonaqlarımız var. İlk növbədə bizim dəyərli anamızı təqdim etmək istəyirəm. Şəhid Ağacavad Mütəllimzadənin anası, dəyərlimiz, əzizimiz, hər zaman yanımızda olan, bizə özümüzü daha güclü hiss etdirən Nailə xanım Mütəllimzadə. Bugünkü ustad dərsini keçmək üçün, bilirsiniz, dövlət layihələrini icra edərkən biz təkcə dəstəyi dövlətimizdən almırıq. Eyni zamanda bizim könüllü olaraq, təmənnasız olaraq öz dəstəyini göstərən dəyərli ziyalılarımız, müəllimlərimiz olur ki, onlardan biri də bugün bizim dəvətimizi könüllü olaraq qəbul edib gəlib. Çox dəyərlimiz, Tərəqqi Medalı mükafatçısı, şair, publisist Nəsibə xanım İsrafil qızı. Bizim bundan sonra bir neçə ustad dərsimiz olacaq və iyul ayının 26-sında Bakıda böyük, hardasa 100-150 nəfərlik yekun hesabat konsertimiz olacaq və məqsədimiz də bu ustad dərslərində bizim istedadlı uşaq və gənclərimizi düzgün yetişdirmək, həmin tədbirdə daha gözəl, daha möhtəşəm çıxışlar izləyə bilmək üçün. Ustad dərsində hər birinizə uğurlar arzulayıram və sözü verirəm bizim dəyərli müəllimimizə, Nəsibə xanıma. Buyurun. Öncə, əzizlərim, hər birinizi salamlayıram, xoş görüşdük deyirəm. Şükür bu günümüzə ki, mübarək bir anamız var yanımızda. Biz şəhidlərimiz olmasa zəfər çala bilməzdik. Həyatımız varsa, nəfəsimiz varsa, son nəfəsimizəcən bizim unuda bilməyəcəyimiz şəhidlərimiz və bugün yanımızda olan, şəhid olmayıb, qazi adını daşıyan qazilərimizdir. Onlar da şəhid ola bilərdilər. Mən qazilərimizə şəhidlərimiz kimi baxıram elə. Onu deyim ki, ilk şəhid anası mahnısının sözləri mənimdir. Gülyana xanım Məmmədova, Azərbaycan və Özbəkistan xalq artisti Gülyana xanım Məmmədova oxuyubdur. Mən bütün şəhid analarımızın qarşısında baş əyirəm, eləcə də Nailə anamızın qarşısında baş əyirəm. Allah onlara səbir versin, dözüm versin, təmkin versin və İş elə gətirib ki, bax, bugün bizim bu uşaqlarımızın, gələcəkdə yetişə biləcək gənclərimizin, öyrənə biləcək şeirlərin, demək olar ki, 80% vətənpərvər şeirlər adlanır. Nədən? Çünki bunların dünyaya gəlişi, bunların həyata baxışı, bunların gəncliyi, cavanlığı artıq gəlib elə bir dövrə düşür ki, müharibə və müharibədən sonraki illər, bugün müharibə illərini yaşadı bu uşaqlar, amma 18-20 yaşında müharibədən sonraki illər kimi bunlar əziz xatirə kimi ürəklərində saxlayacaqlar. Mən istəyirəm bizim şəhidlərimizi bir dəqiqəlik sükutla anaq əzlər. Onu demək istəyirdim. Uşaqlar, gəl istedadımızı göstərən, görən kim oxuya bilər himnimizi. İndi yoxdur, şəraitimiz yoxdur. Elə bir gəlmişik, ucqar bir yerdəyik. Xarici bir ölkədəyik, Türkiyədəyik ən azından. Deyirlər ki, uşaqlar kim himnini bilir? Durun ayağa. Azərbaycan, Azərbaycan, ey qəhrəmanlıqladır şanlı vətəni. Səndən ötürü can verməyə cümlə hazırız. Səndən ötürü qan tökməyə cümlə qadiriz. Üç rəngli bayrağınla məsur yaşa. Üç rəngli bayrağınla məsur yaşa.
sende tutmuş mekan, namusunu hissetmeyen, bayrağını yükseltmeyen, namusunu hissetmeyen, bayrağını yükseltmeyen, şanlı vətən, şanlı vətən, Azərbaycan, Azərbaycan, Azərbaycan. Ama oxuyur, bu çox ürəklə. Evet, can koydu. Tamam olsun, Evet, canım. Çünkü o hərbisi qızıdır. Ha, bak. Necə? Hərbisi qızı göstərir. Göstərir də yadı. Bax, mən bilmirəm ki, o kim, gəzmirəm. Hər kəsin sifətindən, hər kəsin içindəki, canındakı, qanındakı, ruhundakı bildirir. Ataya salam deyərsən. Deyərsən, orada hər kəsin içərisində Şairə xanım dedi ki, ataya salam deyərsən. Və sən atan üçün bir şeir deyirəm. Və bütün atalarımız üçün, bütün qazilərimiz üçün və bütün ruhu şad olsun şəhidlərimiz üçün. Qartal olub göylərdə ağdımana büründük. Torpağı qucaqlayıb dizin süründük. Öpüb bayrağımızı anda sadiq qalan biz. Yurdunu yağlardan 44 günə alan biz. Vətən aşiqlərik. Ayağım olmasa da ürəyimlə gedərəm. Gözlərim görməsə də diləyimlə gedərəm. Yenə gəlsə yağlar, yenə də gedərəm mən. Şəhid olunan vətən üçün, təki sağ olsun vətən. Vətən aşiqlərik. Koroğlu dəlisiyəm, Babəyimin ərəni. Kaş görəydi Şuşamda yaranan mənzərəni. Qalanı geri alıb, igidlər zəfər çaldı. Adları bu cahanda Şuşa Fatihi qaldı. Vətən aşıqı qaldı. Vətən aşiqlərik. Vətən aşiqlərik. Əzizlərim, hər birinizi xoş gördük. Mənim gözəl balalarım, o qədər gözəlsiz ki, o qədər safsız ki, o qədər təmizsiz ki, o qədər gül qoxulusunuz ki, hər birinizi bağrıma basıram. Elə bilirəm qarşımda bir bucaq gül var. Lalə, Nərgiz, Bənövşə, Yasəmən, Qızılgül, güllərin şahı, hər biriniz gələcəkdə öz yolunuz, öz iziniz, öz adınız, öz imzanız olan böyük bir şəxsiyyətlər olacaqsınız. Mən buna əminəm. İstəyirəm ki, öncə kimin ürəyindən nə keçir, sualını versin, sonra başlayaq görək kimin nə istedadı var. Sualınız varmı mənə uşaqlar? Ürəyinizdən nə keçir? Nə soruşmaq istəyirsiniz? Nə sizin narahat eləyir ki, indi çıxın, orada bir şeir deyəndə sizin içinizdə olan o narahatçılığa bir rahatçılıq gətirək. Mən danışıram ki, öncə sizin həyəcanınız, stresiniz keçsin və görün ki, mən də sizin kimi olmuşam, sonra böyümüşəm, sonra qocalmışam. Bugün də mutluyam, sevinirəm ki, sizlər varsınız. Bax, nə demək istəyirsiniz, nə soruşmaq istəyirsiniz? Yoxsuzsa bir-bir başdan gələcək, başlayacaq hərbiçi qızından. Ulduzuma ağış açan ayımdır, mavi səma qürur çəkən boyumdur. Babam Qorqud, ozanımdır, soyumdur. Gülür vətən, gülür kəndim, şəhərim. Mübarəkdir zəfərim. 44 günlük qəhrəmanlıq dastanı heyran etdi el aləmi dünyanı. Azərbaycan qələbənin ünvanı öndə durub dəmir yumruq rəhbərim. Mübarəkdir zəfərim. Dağım daşım bahadırlar səngəri, basılmazdır Azərbaycan əskəri. Duamızdır el obanın nəzəri. Mübarəkdir zəfərim. Getmə qızım, getmə, gəl bura. Neçən sinifdə oxuyursan Zeynəb? 2. Özün şeirə maraqlısan, yoxsa evdən deyirlər ki, Zeynəb bir şeir öyrən? Özüm şeirim maraqlıyım. Şeir yazmaq da istəyirsən? Bəli. Nə baxsan, nəsə ürəyindən keçib anaya, ataya bir
Məktub yazırsanmı? Nənəyə, babaya? Yazmışam. Nə yazıbsan? Anama yazmışam ki, canım anam, səni çox sevirəm. Ümid edirəm ki, uzun ömür yaşayasan. Amin. Bacım, qardaşım var. Bacım var, qardaşım da var. Aha, neçə yaşlar var? Qardaşımın 1 yaşı var, böyük bacımın 11 yaşı var, kiçik bacımın da 6 yaşı var. Neçə uşaqsınız? 4. Ay maşallah, ay maşallah. Sən ortancılsan da demək olar. Bəli. Çox gözəl. Nə vaxt yazmaq istəsən, bacıya, qardaşıya, bir şeir yaz, bir söz yaz, bir xoş söz yaz. Heç vaxt xoş sözdən çəkinmə. Xoş söz gözəl bir şeydir. İşitdinmi qızım? Evet. Bir söz deyəcəm, yadında saxlaya bilsən saxla, saxlaya bilməsən bir gün eşidəndə deyəsən ki, müəllimə mənə demişdi. Aşıq Ələsgər eşitmirsən, Aşıq Ələsgər, Dədə Ələsgər, belə bir şey eşitmirsən? Aşıq Ələsgər var, yadında saxla aşıqlardan söz içəndə. Deyir ki, can deməklə candan can əski olmaz. Eşitdin? Hər kəsə can deməyi bacar və yazmaq istəsən, birinci vətənə, torpağa, elə, obuya, bacıya, qardaşa bir şeir yaz. Yaz və mənə göndər. Mənim qəzetim var, orada çap eləyər. Sən istedadlıdırsan, əyləş. İndi kim gəlmək istəyir? Kim hazırdır, o gəlsin. Kim hazır deyil, məşq eləsin. Könüllü. O şənbə gecəsi, o qətil günü, mümkünə döndərdik çox namümkünü, xalqın qəlbindəki qorxu mülkünü. O gecə dağıdıb, söktü şəhidlər, zalım öyünməsin zülümləri ilə, min böhtanıyla, min şəri ilə, üç rəngli bayrağı öz qanlarıyla vətən torpağına çəkdi şəhidlər. Qatil gülləsinə qurban gedirkən, gözünü sabaha dikdi şəhidlər. Üç rəngli bayrağı öz qanlarıyla vətən torpağına çəkdi şəhidlər. İnsan insan olur öz hünəri ilə, millət olur xeyri şəri ilə. Torpağın bağrına cəsədləri ilə azadlıq tumunu əkdi şəhidlər. Azadlıq tumunu əkdi şəhidlər. Adın nə oldu? İsmira. Çox gözəl ifa elədin, bayaqki ilə götürəndə dəyişikliyi hiss elədim. Amma öncə şeirin adını deyin. Şəhidlər, Bəxtiyar Vahabzadə. Aha, sonra müəllifini deyin. Hər birinizə aiddir uşaqlar. Şeir söyləyərkən şeirin müəllifini deyin, şeirin adını deyin. İndi gəldin, dedin, bir problem yoxdur, sakıncası yoxdur, amma ümumiyyətlə gələcəyini deyəndə qızımızın gözəl bir şeir deməyi var ki, tamaşaçının gözünə baxmır. Şeir deyəndə tamaşaçıya baxmayın. Tamaşaçıya baxdınızsa çaşacaqsınız. Biri gülür, biri ağlayır, biri öskürür, biri telefonla danışır. Siz heç vaxt tamaşaçıya baxmayın ki, görün tamaşaçı nə edir. Siz şeiri deyəndə öz ailəmizdə olun. Ya aşağı ilə baxır şeirin tərzinə, hansı şeiri deyirsiniz. Təbiətdən, bağdan, bağçadan, bostandan, güldən, çiçəkdən danışırsınızsa aşağıya baxın. Çalışın göz qapaqlarınız aşağıya baxsın. Çünki qarşıdakini görəndə siz fikriniz yayına bilər. Yox, ilahi bir şeir deyirsinizsə, şəhidimdən deyirsinizsə, Allahdan deyirsinizsə, vətəndən, torpaqdan, anadan deyirsinizsə, çalışın yüksəkliyə baxın. Fikrimi deyə bildim, yüksəkliyə baxın. Amma o zaman tamaşaçıya baxa bilərsiniz ki, şeir bitib və tamaşaçı ilə ünsiyyətdəsiz. Tamaşaçı ilə ünsiyyətdə olanda nə yerə baxmaq lazımdır, nə göyə baxmaq lazımdır, tamaşaçıya baxmaq lazımdır. İndi bir sən tamaşaçıya bax və müraciət elə ki, əziz uşaqlar, mənim şeirimi bəyəndinizmi? Müraciət elə zala, şeirin bitib, danışmaq istəyirsən. Əziz uşaqlar, mənim şeirimi bəyəndiniz? Bəyənilsin deməkdir. Bunu həmişə yadınızda saxlayın. Sənət adamı, saz adamı, söz adamı bir alqışla, bir qucaq güllə yaşayır. Ona bir alqış, bir qucaq gül verəndə o deyir ki, dünyana meydan oxuya biləcək mənə. Özün öz şeir deməyindən razı qaldın mı qızım? Razı qaldın. Amma uşaqlar, heç vaxt bəli sözünü işlətməyin.
Özünüzdən razı qalsanız da belə, bəli sözünü işlətməyin, deməyin. Sadəcə o hissədə bir sakit durun. Bəlkə kimsə yanından, sağdan, soldan, bəlkə bir müsiflər heyətidir, sabah universitetdə imtahan verirsən, kimsə nəsə bir sual verəcəkdir. Yəni, bəli, razıyam o deməkdir ki, daha bundan bu yanası yoxdur. Düzdür? Amma biz ömür boyu öyrənirik. Hər yaşda öyrənirik, hər yaşda ehtiyacımız var. Gözəl ifa elədin. Təşəkkür edirəm. Adın nə idi? Esmira. Zeynəb Esmira, buyur, Əlir. Amma özündən razılıq olmasa da özgüvən hissi güclü olmalıdır. Özgüvən hissi, özünə inanması bəli. o qızda Esmirada özgüvən hissi zaten var. Bəli. Əl hərəkətlərindən özgüvənini verir. O qızınız sizin şeirinizi səsləndirdi, səhvləməsin, müəllifi sizin. Hələ heç kim səslənməyib. Hələ cəmi 2-3 almışdıq şeir. O, yəni deməkdən o bizim kadr arxası məşqlərimiz idi. Anamız, bu iki qıza sözüm var mı? Əslində o iki qızla yox, bilməm, indi ardın olacaq. Mənim bir sualım var, sonda verəcəm. Əslində bir sual hazırım, sonda verəcəm. Bilirsiniz, Məsbə xanım, Allah sizdən canınız sağ eləsin, Salih xanım da eynən. Yaxşı ki, varsınız, yaxşı ki, bir şəhid olmalı, sizə kimi sözünüzə bir yeriniz var. Məsələn, öz qəhərləmişəm, çəkinci iklim var. Qəhərlənmə. Hə. Amma yox, fərəhdəndir, qəhərlənməyim fərəhdəndir. Bilirsiniz niyə? Axı biz analar həmişə ürəyimizdə özümüzə sual veririk. Görürsən, oğlumuza qurban verməyə dəyərmi? Arada olur ki, peşmançılığı keçirdirəm, niyə yalan deyim. Amma arada bu cür fidan balaları görəndə, bu cür vətənpərvər balaları görəndə, ürəyimdə deyirəm sənə halal da. Sən bildin nə elədin, sənin timsalında, Bir ağacağa min dənə körpələr böyüdür. Bütün döyüşdə olan oğullarımız, bayaq bir söz dediniz, çox gözəl dediniz. Bizim qazilərimizə şəhidlərinə baxırız. Əslində müharibədən heç kim qayıtmıyor, heç kim qayıtmıyor. İstəyir veteranımız, istəyir qazimiz, istəyir şəhidimiz, onlar hamısı ona qalıblar. İnanın bunun, mən onların arasında çox oluram və hiss edirəm ki, onlar qayıtmıyorlar, onlar elə oradadırlar. Çox çətindir onlar üçün. Əslində, mən uşaqlarımıza da deyərdim, bir qazi görəndə, bir veteran görəndə, ola bilər onlar səbəb olar, analarımız da buradadır. Ola bilər agresiv olarlar, bu onların gördükləri ilə asan deyil ki, yanındakı döyüş yoldaşını itirəsən. Asan bir şey deyil, özlərini bağışlamırlar, bağışlaya bilmirlər, gəlib mənim gözümə dik baxa bilmirlər. Hər dəfə deyirəm, olsun, mən səmimi danışın, ana bala kimi danışın, gözümə aydın baxın. Amma görürsən ki, yenə gözlərini qaçırdırlar. İçlərində bir xəcalət hissi var. Bilirsiniz, onu yaşamaq, xəcalət hissi ilə yaşamaq çox çəkindir. Mən onları çox gözəl başa düşürəm. Və sizlərə də uğurlar arzulayıram. Dedim də, mənim sualım sonundadır əslində. Buyur qızım. Gəl. Gəl hazırlar. İndi kim gələcək hazırlaşsın? Əvvəl özünü təqdim elə, oxuduğun məktəbi təqdim elə, şeirin adını de, müəllifini de, buyur. Mən Məmməd Uğurlar, 105 nömrəli Tanıt məktəbdə 2-ci sinifdə təhsil alıram. Bəxtiyar Vaxtzadenin qısa sadır şeirini səslənəcəm. Başlayayım. Yavaş yeri, asta dolan, bu torpaqda şəhid yatır. Çiçək deyil burada solan, qərənfildir, qanda batır. Salam söyləyindir başım. Şəhid ruhu inciməsin, nalə çəksin, öpsün daşın, zəmin qarə səngiməsin. Güllə səsi gəlir burada, burada səssiz ruh ağlayır. Can alışır burada qorda, burada ələm qəm çağlayır. Müqəddəsdir o qaradaş, müstəqillik istiqlaldır. Əli yalın gedən savaş, özgürlüyə çığır saldı. Bu torpağı vətən etdi, cərgə-cərgə gömülən can. Bayraqları bayraq etdi, köynək-köynək tökülən qan. Yavaş yeri, tənzimlə dur, bu torpaqda şəhid yatır. Qaytar yurdu, əzimlə dur, şəhid qanı səsladır. Şeiri gözəl bilirsən. Şeiri gözəl bilirsən. Amma deməyin zəifdir. O şeiri əzbər bilməyin qarşısında bu şeir səsləndirməyin zəifdir. İndi təzdən gedəcək. Tələsmədən, asta-asta, hafızla. Əlləri də heç çox belə tutma. Sən gör hansı şeirdən danışırsan. İmtahana Getdik. Qəşəng.
Tələsmədən tələsmə. Bir dəqiqə səhv desən də problem deyil. Biz burada məşq edirik. Bu dərsdir də. Dərsdir. Müsibət heyəti qarşısında deyirik, mükafat almırıq, biz səni incitmirik. Sadəcə bu bizim dərsimizdir. Bu dərsi biz bugün keçməliyik ki, siz 26-sında əziyyət çəkməyəsiniz. İndi getdik. Yavaş yeri, asta dolan. Bu torpaqda şəhid yatır. Çiçək deyil burada solan. Qərənfildir, qanda batır. Salam söyləyindir başım. Şəhid ruhu inciməsin. Şəhid ruhu inciməsin. Dayan. Hara tələsirsən? Dayan, mən sənə dedim axı, gözəl deyirsən, əzbər bilirsən, pafosla get. Yox, həyəcanlanma, burada kim var ki? Valideynlərdir, uşaqlardır. Kim var ki? Şəhid anamızdır. Ona da xoşdur şeiri dinləmək. Salə xanım, mən yad adamlar deyilik. Sən bugün burada bu şeiri pafosla qəşəng deysən, 26-sı 100 nəfərin, 500 nəfərin içində biz anlaşıq çıxarıq. Hər şey yaxşı. Bir də gedək, tələsmə. Öyrədəcəm bunu sən. Nömrəmi verəcəm, evdə səndən təhvil alacam. 26-sı gəlib görəcəmmi? Tələsirsənmi? Tələsmə. Yavaş yeri, asta dolan. Bu torpaqda şəhid yatır. Çiçək deyil burada solan. Qərənfildir, qanda batır. Salam söylə, endir başım. Şəhid ruhu inciməsin. Nalə çəksin, öpsün daşım. Zəminxarə səngiməsin. Güllə səsi gəlir buradan. Güllə səsi gəlir buradan. Bax, bax. Yön göstərirsən. Fikrimi deyə bildimsə, əl hərəkəti eyni saxlama, yaşa, şeiri yaşa. Güllə səsi gəlir buradan, səmti göstərirsən, bir meşəni göstərirsən. Bax, bizən keçmirsən axı, biz bilirik ki, Xocalıda nə yaratdılar, düzdür? 20 yanvarda nə yaratdılar? Bax, Şəhidlər Xiyabanına gedirsən, Fəlizə, İlham. Fəlizənin, İlhamın, Xocalıdakı o günahsız körpələrin atəş olan güllə səsidir. Ona görə deyirsən, güllə səsi gəlir buradan. Əllərin ikisi də əsrə bilər. Bir də gəl. O hissəni gəl. Güllə səsi gəlir buradan. Güllə səsi gəlir buradan. Burada səssiz ruh ağlayır. Can alışır burada qordan. Burada ələm, qəm çağlayır. Müqəddəsdir o qara daş. Müstəqillik istiqlaldır. Əli yalın gedən savaş. Özgürlüyə çığır saldı. Bu torpağı vətən etdi. Bu torpağı vətən etdi. Haygırırsan da bir ana dilindən haygırırsan. Bu torpağı vətən etdi. Getdik. Bu torpağı vətən etdi. Cərgə-cərgə gömülən can. Bayraqları bayraq etdi. Köynək-köynək tökülən qan. Yavaş yeri, tənzimlə dur. Bu torpaqda şəhid yatır. Qaytar yurdu, əzimlə dur. Şəhid qanı qisasdadır. Əminəm ki, sən inciməzsən. İncimə. Amma ilk dediyinlə sonrakında da bir fərq elədi. Fərq oldu. Evdə də məşq elə, evdə də məşq elə. Gözün qabağına gətir ki, bax, biz şeiri bugün oxuyuruq, əzbərləyirik, deyirik, sabah o şeirə bir klip çəkdiririk. Düzmü? Bax, yekə qızsan, özün də özəl klip çəkə bilərsən. Gözün qabağına gətir o döyüşləri, bax, cərgə-cərgə düzülən deyəndə Şəhidlər Xiyabanında cərgə-cərgə düzülənlər, hər şeyi yaşa. Yaşasan çox gözəl bir şey. Sənə bugün şeir öyrənməyin gələcəkdə lazım olacaq. Mən Səməd Ruhunun şeirini belə demişəm, 4 dəfə sözümü kəsiblər. Neymətsə də gözəl şeir, şair olan qəmlə geyir. Ömür keçir bu adətlə, uğurlu bir saadətlə. Görən mənim nədir deyir, saçlarına düşən bu dəm. Şair, nə tez qocaldınız. Bəzən uca, bəzən asta. Ötür sazım minsim üstə. Mən şeir deyirəm. Bəzən uca, bəzən asta, ötür sazım minsim üstə. Müəllimin əlində də belə bir də kənd yeri idi, çombaq var idi. Deyirdi, bu çombaq ya sənin kəlləndən gələcək, ya da yavaş deyil. Qayıtdım, dedim ki, bəzən uca, bəzən. Ay qız, bura bax, mənə də salma. Çombağı başımın üstünə tutanda müəllimin dediyi təkrarladı. İndi o yadıma düşdü. Çox gözəl, öyrənəsən, narahat olma, əyləş. Alqışlayaq. Kim hazırdır, o gəlsin.
Onsuz da anız deyəcəksiniz. Ben çağırsam size pis olacak, sırayla çağıracağım. Aha. Birinci şuxdur belə. Adın, oxuduğun məktəb, şeirin adı, müəllif. Mən Məmmədova Zəhra, 155 nömrəli məktəbdə oxuyuram, 2-ci sinifdə. Hansı şeiri deyəcəksin? Qarabağın tutusu. Aha. Şeiri kim yazıbdı? Nəsibə İsrail qızı. Nə gözəl, nə gözəl. Bir dinləyək görək. Yorulmadan, durmadan min bir cəfa eylədin. Xalqın, millətin üçün canını fəda eylədin. Yuxusuz gecələri neçə arzunu boğdu. Günəşin şəfəqləri ana qəlbində doğdu. Ey cəbhənin ər qızı, tarixə düşdüyü adım. Sən aslanda olmuş, igid hülərli qadın. Sənə olan sevgimdən yenə çağladım, coşdum. Xalqın qəhrəman qızı, adına nəğmə qoşdum. Qarabağın tutusu, mərdlik, qeyrət səndədir. Hər qədəmi gül açıb, imzan vətənindədir. Sənin valideynin kimdir? Tutu xanımı tanıyırsınız? Qarabağın tutusu, Qazi qadını tanıyırsınız? O xanım çox əziyyət çəkir. Bugün də ağrılarla, acılarla, problemlərlə yaşayan bir xanımdır. Çox sağ olun, çox var olun ki, mən bu qız yaxşı şeiri hazırlasın. Ayın 26-sına qəşəng məşqlər eləsin. Tutu xanımı gətirəcəm ora. O da bir anadır, bir dənə övladı var, tələbədir, uzaqda oxuyur, əməliyyat olub, yarımcandır. Tanıyırsan da Tutu xanımızı. Dəvət eləyəcəm, bu şeiri desin, o da dinləsin. Daha belə kəhkəşanlı örgələnsin. Bu şeiri Onun qarşısında desin, o da hərbi geyimdə gələcəkdir. Qızımız da qəşəng geyinər gələr, bir şəkildə çəkdirər, yadigar qalar. Qəşəng, bu şeiri səndən elə istəyirəm ki, tabi belə olmayan kimi gündə 5 dəfə məşq eləyirsən. 5 dəfə şeiri deyirsən, yox ha. Gündə 5 dəfə məşq eləyirsən. səhər tezdən durub yuxudan 4-də dururam ki, şeir öyrənir. İndi öyrənin. Artıq öyrənməyə ehtiyac yoxdur. Artıq intonasiyasını düzəltməlidir, pavrosunu düzəltməlidir. Gözəl. Adın nə oldu? Zəhra. Zəhra, keç əyləş. Gəlin, hansınız hazır? Dur, get. Tavca bilirsən da. Mən Əli Mələkdir. Canım. 310 nömrəli tam orta məktəbdə oxuyuram. İndi isə Şuşa şeirini deyəcəm. Daşaltı çayına yol vermək üçün dağ öz ətəyini yığıb altına. Elə bil bu yeri yaratdığı gün düşübdü Allahın xoş saatına. Hər daş öz rəngi ilə dünyaya baxır. Hər qaya elə bir qərinədir. Çay da əsrlərin dibindən axır. Hər dağ daşa dönmüş zamandır nədir? Qış səsi özünü atır qayadan. Başqa qayalara dəyir qayıdır. Dərə ümman olur gələndə duman. Benim aksın üzerine işin var. Bulutlar üstündə boz qarayır. Narahat olma. Narahat olma. Çekilen okuyabilirsin. 26'da kim olsa ezberleyersen. Narahat olma. Qəşəng deyirsən, narahat etsin. Əllərin düzəlir. İntonasiya düzəlir. Biraz səsin tonu aşağıdır. Biraz səsin tonu yukarı. Al verim sənə təzdən. Al qəşəng intonasiya ilə oxu. Şimdiden oxuyur. Şəhid anamız deyir ki, qulağım zəif eşidir. Heç eşidə bilmədim. Biraz səs tonu qaldır. Hündürdən üçündən oxu, şaşır. Daşaltı çayına yol vermək üçün dağ öz ətəyini yığıb altına. Elə bil bu yeri yaratdığı gün düşübdü Allahın xoş saatına. Hər daş öz rəngi ilə dünyaya baxır. Hər qaya elə bir qərinədir.
Çaylar da əsrlərin dibindən axır. Hər dağdaşa dönmüş zamandır nədir? Qıy səsi özünü atır qayadan, başqa qayalara dəyir qayıdır. Dərə ümman olur gələndə duman, buludlar üstə boz qağaydır. Bitti. 26'sını deyəcəksən. 26-sı rəqs eləyəcək. Bunu da deyirsən. Bunu da deyək. Əvvəl şeir deyərsən, sonra rəqsdən sonra şeir çətin olar. Çünki rəqsdə yorulursan, əvvəl şeiri deyərsən, elə yer var ki, sən əlindən şeir tutacaq, elə yer var əlindən rəqs. Sonra rəqs eləyərsən. Qoy, burada söhbət istedadlardan gedir. Qoy sən istedadı görsünlər. Kim şeirdə narahat olsa mənim nömrəmi götürün, zəng eləyim, 26-sına kimi sizdən məşq eləyəm, yetər ki, ortaya yaxşı bir şey çıxsın. Əyləş. Adı Buğra Məmmədli. Şeirin adı Vətən Günüdür. Kim yazır? Hə, internetdən götürmüşsən, bilmirsən. Gel. Var, əlində hazır var o da şeirin. Götür bax oxu şeirin. Telefona bakmayın. Telefona bakmıyor. Çalışdığınız yerlər kəsiləcək. Aha, getdik. Bir de bak telefon burada. Onu da belə eləyək. Gözəl qızım, sənə vaxt verirəm, get çıx çölə. Qəşəng oxu, bir 3-4 dəfədə məşq elə, ona kimi biz 3-4 uşağımızdan soruşaq. İstəyirəm sən kadra əli telefonunu düşməyəsən. Get çölə. Heç kimə fikir vermə, olsa sənə 5 yazacaq. Dur gəl Yusif. Yaraşıqlı bala, buyur. Adım Yusif Sadıqzadə. Tələsmə, adım Yusif. Soyadım Sadıqzadə. 155 nömrəli tam orta məktəbdə oxuyuram. 6-cı sinif şagirdiyəm. El bilir ki, sən mənimsən, yurdum yuvam məskənimsən, anam doğma vətənimsən, ayrılarmır könül canan, Azərbaycan, Azərbaycan. Mən bir uşaq, mən deyirəm sən təkrarla. Mən bir uşaq, sən bir ana. Mən bir uşaq, sən bir ana. Odur ki, bağlıyam sana. Odur ki, bağlıyam sana. Hansı səmtə, hansı yana? Hansı səmtə, hansı yana? Hansı səmtə, hansı yana? Hey uçsan da obam sənsən. Hey uçsan da obam sənsən. Yox, səhv dedim. Hey uçsan da yuvam sənsən. Hey uçsan da yuvam sənsən. Hey uçsan da yuvam sənsən. Elim, günüm, obam sənsən. Elim, yuvam, obam sənsən. Bax, bu çox gözəl bir şeirdir. Bunu hər kəs bilir. Sən 26-sına kimi xahiş edirəm, 2 bənd elə bu şeirin ikincisini öyrən. Olarmı? Gözləyəcəm, səni xüsusi gözləyəcəm. O ikinci bəndi sən desən, hər şey əla olacaq. Yusif nədə işman? Bir dənə də söz soruşum, Yusuf, bu şeiri kim yazır? Deməyin yerdən uşaqlar. Şeiri kim yazır? Hə, Yusuf, onda mən sənə deyim. Səməd Vurğun. Şeiri yazan kişinin də adını yadında saxlar. Bir kişinin adını yadında saxlayarsan Səməd Vurğun, bizim böyük şairimiz, dahi şairimiz. Bir də ikinci bəndi əzbərləyərsən 26 gəlib səndən görüşəcək. Aha, kim? O qara donlu qız qaldı. Şikofər. Nazlı qızım, duzlu qızım, buyur görək. Mən adım Şifədir. Mən şeirin vətəndir. Şüküfə, mən zəif eşidirəm, qızım. Mən də Mən adım Şifədir. Familiyam Kerimovadır. Kerimova. Kerimova. Kərimova. Kerimova.
Mənim şeirim adı Vətəndir. Buyur. Vətən yolunda qurban olur, oğul vətəndə qurban olur. Gör necə qəlbə doğulmuşuq biz. Bir vətənimiz, bir ürəyimiz. Qəşəng deyirsən, bu əli ürəyi aparanda ürəyim çəkilir. Maşallah olsun. Əyləş. Kim qalır? Bu Çəhrayı Fəxrəli qızı soruşur. Verəcəksən şey. Deyirsən Aysu. Gəl tanış olaq. Şeir demək, çıx bura səndən tanış Dur olaq. Aysu. Aysu. Şeir demək ki, Dur. tanış olaq. Hansı məktəbdə oxuyursan? Nə qəşəngdə donun var? Saçın gözəl, buyur. Hansı məktəbdə oxuyursan? Sifətdəndir. Neçən sinifdə? Ay maşallah, məktəbdə neçə alırsan? 4 aldan biri 5. Maşallah. Azərbaycan dilindən neçə alırsan? 4. Canın sağ olsun. De görüm, lap uşaqlıqdan keçir, xoruz, nə bilim, əlifba, hansı şeiri öyrənirsən? Xoruzlarım şu an yadımda deyil. İndi bax, sənə gözəl bir hədiyyə vermək istəyirəm. Hansı şeiri sən deyə bilərsən o hədiyyə üçün? Bir şeir fikirləş də. Ən azından bir kukla şeiri var idi. Ay uzun saç, qara göz, ağıllı kuklar mənim. Onu da bilmirsən. Riyaziyyatı yaxşı otursan. 4 dəfə 4-ün neçə eləyir? Bilir da kişinin qızı. Üstə gəlsən 8, vursan 16. Bəs niyə bir dənə şeir bilmirsən ki, indi sən adı siyahıya yazır? Bacın qardaşın var. Hansıdır bacın? Bacın deyirsən, niyə demirsən? Niyə? Şeir bilmirsən, yoxsa demək istəmirsən? Şey biləm, onu demək istəyirəm. Dedi Aysu. Bəlkə Aa, üzümdən yox. oxuyasan qızım. Kitabdan oxumaq istəyirsən. Aysu. Dinləməsini dedi. Məcbur. Eyb yox, gəlin alışlayaq. Kim qaldı? Hə, gəl, buyur. Adım Murat Məhmədli. 155 nömrəli məktəb, tam orta məktəbdə oxuyuram. Şeirin adı Vətən şeiridir. Vətən yolunda qurbandır oğul. Oğul vətənə qurban doğulur. Gör necə qəribə doğulmuşuq biz. Bir vətənimiz, bir ürəyimiz. Ürəkdə qüdrət, hikmət, bir bağ. Bir bağ vətən havası ilə dönər ancaq. 26-sı gələsən. Deyirəm, görüm, bu şeiri 26-sı deyəsən. Demək istəsən, deyə bilərsən, ha. Biraz məşqlərin azdır. Məşqlərin azdır, bilmirsən deyə həyəcan keçirdirsən. Məşq eləsən, bilsən, çox belə qəşəng də bir don geyinərsən, ərinlə, qolundan, o boyda millətin içərisində, millət vəkilləridir, ziyalılardır, şəhid analarıdır, hamısının qarşısında istedadı göstərə bilərsən. İnşallah sosiallaşacaqlar, öyrəşəcəklər. Bitdi şeirləriniz. Kimin şeiri qalıb? Uşaqlar, mən bugün bura, bir mənə baxın əzizlərim. Mən bugün bura bir kitabla gəlmişəm. Kitabın adı Ədəbiyyat Nəzəriyyəsi. Mən tək-tək burada sizlərin hər birinizə bu nəzəriyyə haqqında məlumat vermək gücündə olmadığım üçün ümumi deyirəm. Kimin marağı varsa şeir yazmağa, hekayə yazmağa, poeziya ilə məşğul olmağa, bax, belə bir kitab var. Alıb istifadə edə bilərsiniz. Şeirin bütün növləri, o çirklər, hekayələr, necə yazılır, hardan başlayırsınız, harada bitirirsinizsə, bax, bu kitabda hamısı göstərilir.
Satışda var, bütün mağazalarda var. Valideynlərinizə deyin, şəklini çəkin, götürün. Kim istəyirsə yaradıcılıqla məşğul olmaq, şeir yazmaq, hekayə yazmaq, bir xatirə yazmaq, bir oçerk yazmaq, valideyninə, sevdiklərinə bayramlarda öz sevgisini bildirmək, bütün yazı qaydaları, şeirin növləri bax bu kitabda var. Siz hər biriniz bundan istifadə edə bilərsiniz. İçinizdə qabiliyyətli uşaqlar var, şeir yaza bilərsiniz, zəif olar, güclü olar, bir gün, 5 gün, 10 gün nəhayət sonunda gözəl bir poeziya nümunəsi ortaya qoya bilərsiniz. Buyur. Özüm şiir yazmam. Şiir Öz şeiri buyur deyil. ezbere bilmem. Əzbər demə, telefondan oxu. Yok, ben defterdə deyim. Amma. Birincisi gətirərəm. Yığarsan, mən qəzet redaktoruyam. Şeirləri verərsən, mən çap edərəm. Baxarıq, redaktor edərik. Yavaş-yavaş, dünya birdən qurulmur. Əgər sənin şəhidlərimizdə şeirin varsa, demək sənin ruhun var, ürəyin var. O ruh, o ürək varsa onu yönətmək çətin bir şey deyil. Zaten istedadlı qızsan. Hara hazırlaşırsan? Mən idman müəllimiyim. İdmançı olmaq istəyirsən? Məktəbdə. Niyə sən sənə verirsən? Əslində imza sənət istəyirdim. Aktrisa. Sonra Mən sənə Gülyana xanım Məmmədova incə sənəti bitirirdi, amma müğənnidir. Aktyorluğu bitir, amma müğənnidir. Yəni, aktyorluğu bitirib mütləq aktyor olmaq önəmli deyilmiş. Bir mədəniyyət evində işləyə bilərsən, bir mədəniyyət evinin direktoru ola bilərsən, bir musiqi sahəsində çalışa bilərsən. Yəni, istedadın var deyə dedim. Onu bitirib idmana da gedə bilərsən, amma idmanı bitirib ora gedə bilməzsən. Başqa nə sözün? Verərsən şeirləri, baxarıq, çap edəyərsən. İnşallah. Buyurun, müəllim. Fikirlərinizi deyin, görək. Nailə xanım fikirlərini alaq əvvəlcə. Fikirlərim gözəldir, şirin uşaqlardır. Əsas odur ki, desəm bayaq o qızımın çıxdı mən şeir demirəm. Yəni, o özü də bir cəsarətdir, belə deyil. Özündə bir cəsarətdir. Onu dedi, yəni mən onu heç baxmadım. Amma mənim bir sualım var. Mən çox maraqlıdır bu sual. Bilmirəm, mənə maraqlıdır əslində. Baxıram, hamısı 44 günlük müharibədən, şəhidlərdən, döyüşlərdən, şeirlər hamısı belə idi. Bunları sizə kimsə evdən mecbur elədilər ki, bu şeir deyil, yoxsa özünüz bunu istədiniz? özümüz. Elə buna görə deyirəm ki, halaldır şeirlər. Mən başlayanda bir söz dedim ki, bu uşaqlar elə bir dövrdə böyüyürlər ki, bunların gəncliyi də olacaq 20-25 yaş, bunlar haqqında deyəcəklər ki, müharibədən çıxmış uşaqlar. Bunlar, bilirsiniz, bizim oğullar məğlub Azərbaycanda yaşayırdılar. İçlərində bir qisas hissi gördülər, qisas. Ancaq məsələn, sizdə o qisas yoxdur. Vətən sevgisi var. Aysa, vətən sevgisi var, siz fəxr edirsiniz. Bugün vətənimizin azadlığı ilə fəxr edirsiniz və o cür oğullar öz canlarından keçmək bahasında olsa torpaqlar aldığı ilə fəxr edirsiniz. Yəqin ki, bu istəydi onların içində. Mənə çox maraqlıdır. Bilirsiniz, qabaq tək yaxıbətən, məncə şeir ancaq tək vətən fərvərlikdən olma, başqa şeylər də olur da. Mən bu baxım, heç biri yoxdur. Bu yəqin ki, o oğulların o vətənə qanları ilə, canları ilə verdikləri o sevgidəndir. O sevginin bəhrəsidir, belə deyil. Mən çox arzulayardım ki, siz heç o silahı görməyəsiniz. Heç o silahdan istifadə edilməyəsiniz, vətənimizi qorumağa. Bugün vətənimizə yenə hücumlar var. Əslində, başqa cür hücumlar var, qarayaxmalar var, nə bilim, gözdən salmalar var, gözdən salmaq üçün dəridən qabıqdan çıxanlar var. İnşallah olan qabağına çıxmaq lazımdır. Öz qələminizlə, öz savadınızla Azərbaycanı daim fikirlərdə qoruyub, baxalından bu torpaqları qoruyasınız, bizi gözəl qoruyasınız. Sizə ancaq bunu arzu edirəm. Çox sağ olun, Salih xanım. Çox sağ olun. Rəsma xanım, mən tanıyırdım, əslində tanıyırdım, belə. Amma bugün demək olar ki, çox yaxından tanıdım və çox səbirli bir insansınız. Uşaqlarla çox gözəl işləyirsiniz. Demək ki, sizdə bir
deseniz psikolog gibi de bir şey keşf elədik ki, o da var sizdə. Mən deyəcəm, valideynlər razılaşacaq məndən. Elə adam var ki, 50 yaşı var, 55 yaşı var, 60 yaşı var, himnimizi bilmir. Çətinlik çəkir, əziyyət çəkir. Mənə nə ləzzət elədi? Qızımız. Birinci dəfədir görürüm, hər kəsi birinci dəfədir görürüm. Heç kimi tanımıram, heç kimi mənə deməyiblər, ya təriflər, ya pisdə, ya ağıllıdır, ya ağılsızdır. Heç kimi tanımıram. Amma mən görürəm ki, onun canında bir təpər var. Bax, ən arıq, ən cılız bir qızımızdır da Zeynəb, hə? Zeynəb. Baxıram ki, həyəcanla istəyir ki, himni tez-tez desin, elə tələsir. Himdə də tələsir. Ki, yəni mən bilirəm. Çağırdım bura ki, gəl burada deyil, qoy uşaqlar sənin ağzına baxsınlar. Bu gözəl bir şeydir. Özümüzü həyat hazırlayırıq. Danışıq qabiliyyətini gözəl. Niyə bizim ailələr dağılır? Bax, fikir verirsiniz, bizim bugün ailələr dağılır. Körpələr yiyəsiz qalır. Mən möhtəbər bir tədbirdə idim. Orada dedilər ki, bu uşaqlara xas söhbətdir deyə bunu sizə deyirəm, yoxsa deməzdim. Orada dedilər ki, bu məclisdən hərədən 10 manat pul yığırıq, internata pul keçirdəcəyik uşaqlara. Mən o qədər təsir elədi, Çünki mən çıxış elədim, dedim, o uşaqların 10 manata ehtiyacı yoxdur. Bir uşağın atasının qapıdan gəlişi, atam gəldi deyib, ona qabaq qaçıb sarılmağını 1 milyonla tərəziyə qoymaq olmaz. O uşağın qəlbinin sevincini. Biz indi kiməsə bir 10 manatlıq verdik, quruş qaldıq verdik, o uşağın ürəyini qovurtduq 10 dəqiqəlik. Bəs bir ömür boyu. Yəni, mən sizə təşəkkür edirəm, əziz valideynlər. Övladlarınızı belə sıxı tutun. Mən də bu yaşda olanda biz də dərnəklərə gedirdik, o dərnəklərdə müəllim bizə çox şey öyrədirdi. Mən 6-cı sinifdə Vaqif dramına belə tamaşa eləmişəm, 11-ci sinifin uşaqlarına. Orada deyir, Vaqif, ey sərvərim, ey tacidarım. O qədər gözəl oynayırdılar ki, mən gəlib evdə deyirdim ki, mən böyle teatra getmişəm, tamaşaya baxmışam. Elə qəbul edirdim. Sonra televizorda görəndən sonra tamaşanı bildim ki, bizim kənd uşaqlarının oynadığı elə bir şeymiş tamaşalar. Möhtəbər teatrlarda, möhtəbər saraylarda, ariyərsiyə gəlir, əziyyət çəkirlər, teatrların bəhrəsidir. Yəni, bugün bu uşaqlar ən azından bir kəlmə öyrəndisə, bir söz öyrəndisə, bu hamısı sizin kimi dəyərli valideynlərin əziyyətidir, zəhmətidir. Günün istisində, bazar günü işinizi, gücünüzü buraxıb, övladınızı gətirmişsiniz, düz eləmişsiniz. Uşaqlar, bax, muncuq kimi düzülüblər, adama xüsusi zövq verir. Səfərdir, səhv eləmirəmsə adın, hə? Adın nədir sənin? Hə. Yusif. Yusif mənə söz verdi ki, Azərbaycan şeirin 2-ci bəndini öyrənəcəkdir. Nə gözəl. Onu öyrənsə bir ömür boyu, 70 yaşında da onun yadında qalacaq. Uşağın beyni təmiz olur, ağ kağızdır, nə yazdın onu oxuyursan. Uşaqlar bugün nə öyrəndilərsə, gələcəkdə də onu təbliğ edəcəklər. Nə deyim, nə sualınız var? Nə istəyirsiniz? Bir istəyinizi deyin. Kim nə iş görmək istəyir? Bax, qızımız telefonla oynayır. Niyə telefonla oynayır? Olmaz. Telefon ona ziyandır, yuxusuna da ziyandır, yorğunluğuna da ziyandır. Məsbah almışlarında bir var ki, bugün uşaqlarımızı çox telefon görürsən əllərində, ancaq ətrafa baxmaq lazımdır. Ətrafda daha gözəl bir şeylər. Biz elə böyüdük. Payızımızı gördük, sevindik, baharımızı gördük, sevindik. Yəni, ətrafda ana var, ata var, dayı var, nə bilim, quşlar var. Daha maraqlı bir şeylər var. Məncə, telefondan bu qədər asılılar da ehtiyac yoxdur. Məsbah xanımın sözdə də həqiqətlər var. Bəzən bir kəlmə söz, bir balaca uşağımızın, bir balaca qızımızın, balaca oğlumuzun həyatını dəyişə bilər. Düzgün bir söz. Düz deyərimdən gəldiniz. Onun həyatını dəyişər və o yolla gedər. Yəni, belə sözlərə qulaq asmaq telefondan daha yaxşı. Yəni, nə bilim, mən telefon tam əliyim. İstəyirəm sizə 2 şeir oxuyum. Eynəyim düzdür, zəifdir, gözüm zəif görür, amma çalışacağım ki, oxuyum. Şəhid anası. Kipriyindən düşən damla dürdəndir şəhid anası.
Şəhidin torpaq altında bir dəndir şəhid anası. Dən bitəcək yarpaq yarpaq, gül deyib səcdəyə varar. Şəhidini qucan torpaq vətəndir şəhid anası. Göylərə rəhmət yazıldı, şəhidlər önə düzüldü. Ürəyin zərdi, qızıldı, mədəndir şəhid anası. Ağı deyər bütün ellər, bənövşələr, qərənfillər. Məzarında qızıl güllər bitəndir şəhid anası. Torpaq vətən, vətən ana. Can qurban Azərbaycana. Şəhid Tanrı məramıdır. Yetəndir şəhid anası. Şəhidimi qucan torpaq, vətəndir şəhid anası. Vətəndir şəhid anası. Siz sağ olun. Şaxta baba deyəndə nə başa düşürük? Şaxta baba. Nədir Şaxta baba? Kimdir Şaxta baba? Bir deyin görək. Bilmirsiniz Şaxta baba kimdir? Nə vaxt gəlir? Nə vaxt qonaq gəlir bizə? Aha, bir deyin. Deyin. Qışda Niyə qışda gəlir? yeni il gəldiyinə görə o da bizə hədiyyələr verir. Aha, ay sağ ol. İndi səndə fikrin nədir Şaxta baba haqqında? Şaxta baba bizə qışda hədiyyələr gətirir. Yeni ili gətirir. Amma elə bir ilimiz oldu ki, biz Şaxta baba gəlmədi, yeni il də gəlmədi, qarqızımız da gəlmədi və ilimiz təzələnmədi. Mən onda bir şeir yazdım. Şaxta baba şeiri. Gəlin onu eşidəyim. Bu il Şaxta baba, gözəl qızım dinlə məni, bu şeiri sənə əzbərlətdirəcəm. Qırmızı donlu mələyim, bir dinlə. Bu il Şaxta baba gəlmədi bizə. Qarqız da başına qoymadı tacın. Ağdam Kəlbəcərdə qan çıxdı dizə. Hüznünə büründük, qardaşım, bacım. Susub nəğmə deyən dilim ay ellər. Şəhidim vətən üçün qurban gedibdi. Bəylik libasını atı bəynindən, bu xalq üçün, millət üçün kəfən geyibdi. İndi qarqızıyla Şaxta babalar xiyaban yoluyla Kəbəyə gedir. Yolka şənliyinə getmir balalar. Şəhid atasını ziyarət edir. Şəhid atasını ziyarət edir. Bizim Allah sizin hər birinizin canını sağ eləsin. Atanızın, ananızın, nənənizin, babanızın, əminizin, dayınızın, xalanızın, qonşularınızın, sevdiklərinizin hər birinin qulluğunda durun. Bir sözünü iki etməyin. Allah sizə valideyn veribsə, o valideynin qədrini bilin, dəyərini bilin, qiymətini bilin. Çünki bizim İraq sizdən, sizin yaşda çoxlu şəhid balalarımız var ki, onlar atanın həsrətini çəkirlər. Onların anaları boynu bükükdür, balaları da ona baxıb boynu bükük olur. Siz Allahımıza dualar eləyin ki, valideynləriniz olsun, ata-anayız olsun. Bax, beləcə gəlib nazınızı çəkirlər, qayğınızı çəkirlər. Qəşəng geyinmisiniz, gözəl geyinmisiniz. Bunun müqabilində valideyn sizdən nə istəyir? Oxumaq. Oxuyun, ağıllı olun, tərbiyəli olun, əxlaqlı olun. Xalqa, vətənə, millətə, öz savadınızla, bacarışınızla meydan oxuyun. Bizim sizin kimi qızlarımız var ki, dünya şöhrətidirlər. İndi xaricdə təhsil geniş vüsət alıbdır. Siz də xaricdə təhsil ala bilərsiniz. Siz də şeirlə, nəğmə ilə, mütləq deyil hər kəs şeir yazsın, hər kəs şeir desin. Hər kəs öz yolunu seçə bilər və hər kəs öz yolunda uğur əldə edə bilər. Düzdür, Yusif? Sən məni dinləməlisən, mən sənin gözün içinə baxıram. Sənə halal olsun, bu boyda qızların içində ürəkli, böyrəkli bir oğlan kimi gəlib oturmuşsan. Valideynlərimiz bəlkə sizdən kimsə çıxış eləmək istəyir.
Bəlkə sən nəsə demək istəyirsən? Onu deyə də olur. De, qalx ayağa de, gör nə demək istəyirsən. Qızımızla, bax bu qızımız görək nə deyir, dur. Bax bugünkü görüş başına gəldi, gəlmədi. İradın nədir, səhvimiz hardadır, bizi necə görmək istəyirsən? Bəlkə bir musiqi qoyaq oynayaq, bəlkə bir oxuyaq, bəlkə yenə şeir deyək, bir nə deyirsən, acını salma, bəlkə bəs eləyək. Sən fikrin bizi önəmlidir. Buyur, qalx ayağa, gəl bura bir çıxışıq. Bugün kimdən tanış oldu? Bax, qonaqlarımızın adı yadında qaldı. Hə? Müəllimimizin adı nə oldu? İndi mən sən ataya salam göndərdim. Necə deyəsən, getdin evə. Deyirsən ki, ata və sən qazi olduğuyu, hərbiçi olduğuyu bilir, Nəsibə xanım şeir dedi. İndi başla, elə bir ataya deyirsən, bizə baxma, ataya bax. Gəl alqışlayaq. Bayaqda bundan cəsarətli, ürəkliydi, ürək verdin sən dörtdə bir. O qədər xoşuna gəlib ki, ona görə etdim. Hə, yəqin ki ondan. O ümumiyyətlə şəhid anaların görəndə. Mənim rəqs eləyəcək, Şükürhə rəqs Mən eləyəcək. əslində uşaqlarla daha biləris oluram. Mən çalışıram, yaxşı olsun uşaqlar. Mən filanlar da məsələn deyirəm ki, uşaqların yanında kömək olmuyor. Olan ürəyi yoxdur. Bayaq bir cümlə dedim, Nailə xanım yanınızda olanda mən şəxsən özümü çox güclü hiss edirəm. Çünki artıq bir neçə ildir ki, bütün tədbirlərdə, rayon səfərlərində Nailə xanım yanımızdadır və mən elə bil mənim müəllimimdir Nailə xanım. Bəzən biz nərdəsə səbirsizlik eləyirik, mənə çox gözəl səbr öyrədib, yolda bir hadisə oldu, mən narahat qaldım, Nailə xanım mənə bir ustad dərsi keçdi ki, odur budur, mən səbirliyəm. Adam sizin saatlarla olsun, Nailə xanım söhbət edirsin. Nailə xanım çox dəyərlidir, dünya görüşlüdür, qürurludur, mərddir. Allah onu seçib də, şəhid anası olmaq seçim deməkdir. İnsan var ki, negativ enerjiyalı tanımlar. Amma mən xanımdan enerjiyalı, həqiqətən. Sağ ol. Yolun yaxşısın. Otur kızım, gözəlim, qara qızım, otur. İndi evə gedəndə nə olsun qaradı, zaten şirin qızdır, tatlı qızdır, qara olanda tatlıdır. İndi evə gedəndə deyəcək kəşfiyərdir. Qara qız deyək ki, bitik yol verdi onlar. Görmək qutlanılarım. Bəlkə mələklə Şükürhə gözəl rəqs eləsin həfizəm. Müvəqqən gəlsin, kömək eləsin, qalır. Hə, gətirsin, gəlsin. Milletin ne farkı var, tanış eskiya var. Milletin ne farkı var, tanış eskiya
düşərgəniz. Bir dənə üçümüz çəkəcəyik. Uşaqlar Kollektiv olacaq, bəli. Oy mən yenə söhbət açım ilk baharından Nəğmənlə bir də keçib düşdü yarından O bəhrət olan düzü, düzü, şıvan düzü Gəldən düşən Azərbaycan Hər günlər şəfalıdır, köy və səfalıdır Hər yanı gülşən Azərbaycan El qızlar düzüm, köy qırağında Açır pəncəmizin hər budağında Dost ellər Qarabağında bu qarlıdır Mən çölləri bu torpağın taş baharlıdır Bol bərət ulan düzüm, düzü, şıvan düzüm Gəl, gəl, düşən Azərbaycan Hər günlər vəfalıdır, köy günlər səfalıdır Hər yanı gülşən Azərbaycan Təşəkkür edirəm bir daha hər birinizə. Tədbirin sonunda da olsa Maysə xanım gəldi, xoş gəldiniz. Çox sağ olun. Maysə xanım da bizim dəyərimizdir, hər zaman uşaqlarla birlikdədir. Nəsibə xanıma, Nailə xanıma xüsusi təşəkkür edirəm. Bu gün dəyərli vaxtını ayırdı, gəldi. Bizim təşkilatın üzvləri çoxdur, amma biz bu layihədə məhz istəyimiz ondan ibarət idi ki, yeni istedadlar gəlsin, yeni uşaqlar gəlsin, yeni simalar gəlsin ictimai birliyimizə və onların sosiallaşmasına biz dəstək olaq. Çünki bugün o həyəcanla şeir deyən balalarımızı inşallah bir neçə aydan sonra görəcək ki, o böyük səhnələrdə həmin həyəcana necə qalib gələcəklər, özlərini, istedadlarını necə nümayiş etdirəcəklər. Biz bunun illərdir şahidi oluruq. Hansı ki, illər əvvəl ilk çıxışlarında həyəcanlanan uşaqlarımız, gənclərimiz olub ki, bugün böyük səhnələrdə, böyük müsabiqələrdən qalib olublar. Hər birinizə uğurlar arzuyuram. İnşallah növbəti ustad dərslərimizdə və növbəti konsertimizdə yenə dəvət edəcəyik, yenə görüşəcəyik. Və mən sonda mənim öz müəllimim Sevda Babayevin bir-iki misralıq şeiri ilə bitirəcəm. Həmin şeiri elə bütün müəllimlərə, eyni zamanda bugünkü Nəsibə xanıma da həsr eləmək istəyərdim. Ustad dərsini tədris eləyəm. İllər necə də tez ötüşdü belə. Budur, yetişibdir ayrılıq dəmi. İllər qanadlıymış, qonub çiynimə. Qəlbimi yandırır ayrılıq qəmi. Lövhəni yazırdıq, iz qala bəlkə. Amma nə faydası, pozulacaqdır. Biz boyda hekayə, biz boyda dastan, müəllim ömrünə yazılacaqdır. Düşünürəm ki, sizin boyda hekayə də Nəsibə xanımın ömrünə kiçik bir hissə də olsa yazılacaqdır ki, bugün sizin kimi istedadlarla da görüşdür. Mən minnətdaram müəllim mahnım Fransada dərslikdədir. 4 mahnımı Lütfiyə Limanov oxuyub, STV xalqarısı. Onlardan biri də minnətdaram müəllimdir. Orada belə bir şey demişəm ki, sənə ay mı deyim, ulduz mu deyim? Sən özün günəşsən, nursan müəllim. Uca dağlardan da uca olarsan, dağlarla yanaşı dursan müəllim. Mən də bunu elə Salə xanımı şərəflə dedim. Görüşmək ümidi ilə mən sizləri çox sevdim. Əminəm ki, sizlərin hər biri yaddaşımda qalacaqsınız və Allah ömür verəcək sizlərin gələcəyini mən görəcəm. Ali məktəbə daxil oldunuz, yazdınız, yaratdınız. Kimin də istedadı varsa, təkrarən deyirəm, yazdıqlarını versin, mən qəzetimdə çap edeyim. Çox sağ olun.
Dualarınızla. Hepinizi salamlayıram. Başta bu istedadları tanıyaq və tanıdaq İctimai Birliyinin rəhbəri Salih xanıma təşəkkür edirəm. Nə gözəl ki, Salih xanım belə bir tədbirə, belə bir imza atıb da. Yəni ki, çox gözəl bir İctimai Birliyin ənənəsi budur ki, gənc istedadları, balacaları tanıtsın. Mən hər birinizə təşəkkür edirəm. Nəsbə xanım sizə təşəkkür edirəm. Nail xanıma təşəkkürümü bildirirəm. Valideynlərə əsas odur ki, evlatlarının istedadını görüb də onu bu həmişə mərkəzə gətirən, onların bu istedadlarının davamlı olmasına dəstək olan valideynlər sizə təşəkkürümüzü bildiririk. Və o gün olsun, bütün balalarımızın səsi yüksək səhnələrdən gəlsin. Sizin də, bizim də fəxrimiz olsun. Çox sağ olun, hər birinizə təşəkkür edirəm. İnşallah yenidən görüşmək ümidiyle sonunda bir kollektiv şəkil çəkirik. Şəkli harada çəkirik? Bir tane bizim burada çəkilən uşaqlar çəkirik. Söndür onu. Sana bakın.